Sən bunu bilməlisən. Nəyi? Maraqsızdır hər şey ona. Dəqiqə hazırda. Elə biləm ki, darıxır. Burada da insan darıxır. Qapanıb, özünə darıxır. Sanki hansısa bir tupikdəsiz, maraqsızdır, darıxdırıcıdır. Yəni, mən qiymətləndirə bilmirəm indi. Məndə nə varsa onu qiymətləndirə bilmirəm. Özümü bomboş hiss edirəm. Yeni imkanları siz ignorirovat edirsiniz, buraxmırsınız yaxın. Çünki keçmişdə qalmışsınız. Sanki hansısa bir tələyə düşmüşəm. Vərdişlərdən hansısa pis danışır. Maddi bağlantıdan danışır. Günahkar özümü hiss edirəm. İrəli getməyə imkan vermir. Çünki burada insan hal-hazırda emosional krizisdədir. Özü hansısa bir vərdişlərə görə, ilişkilərə görə, yəni onu nəyəsə bağlayıb, onu bu vəziyyətə qoyub deyə o vəziyyətdədir. Bu vəziyyətdən çıxmaq üçün maksimal dürüst olmaq lazımdır özünüzün qabağında və obyektiv vəziyyəti qiymətləndirmək lazımdır ki, siz rahat olasınız, anlayasınız və yeni etap, həyatın yeni mərhələsinə keçid edəsiniz. Hələ ki, burada mübarizə gedəcək. Burada keçmişdən gəlir. Sanki çox yalanla, xəyanətlə üzləşmişsiniz. Ona görə tənhasınız. Amma vəziyyət dəyişilir. Təkcə olmayacaqsınız. Kimləsə işə başlayırsınız. Bəli, və bu da sizə pentakl gətirəcək. Kimləsə iş birliyiniz olacaq. Və o iş birliyin nəticəsində siz yaxşı bir, gözəl bir nəticələr, gözəl bir imkanlar gələcək ki, siz gözəl nəticələr görəcəksiniz. Maddiyyətlə bağlıdır bu. Bəli, bunu da qeyd edəcəksiniz. Baxın, qeyd edəcəksiniz öz qələbənizi, sevinç yaşayacaqsınız. Xoşbəxtlik, mutluluq, çox gözəl. Nəyəsə siz nail olacaqsınız.